Hörmətli izləyicilər, Şahmat klubunun yaxınlığında həyət evi satılır. Gördüyünüz bu evdir. Geniş bir həyəti var. Vaqif küçəsində yerləşir. 3 mərtəbədir, mansard 3-cü mərtəbədir var. Bəzi işləri qalıbdı evin. Böyük bir evdir. Torpağı arası alçotdan yuxarıdır. Sənədləri tam qaydasındadır, kupçalıdır. Gözəl bir yerdə yerləşir. Şahmat klubunun yaxınlığıdır. Sakit bir küçəsi var. Hər tərəfə də çıxışı var. Nizami məktəbinə, Nəsim məktəbinə, Köhnə Kapital Bankə çıxışı olan bir yerdir. Keçirik evin içərisinə. Bu hissələr monolitdir. Bu hissəsi də monolitdir evin. Alt mərtəbə arası 3.60-dır hündürlüyü. Buranın deməli atapiyana sistemi çəkilibdir. Barlar ağardılıb, pəncərələr salınıbdır. Böyük bir zalı var. 285 kvadratdır evin kvadratı. Bura birinci mərtəbənin zal hissəsidir. Altı hər tərəfi açıqdır. İki tərəfdən girişi var. Burada açıqdır, yəni hər tərəfi. Çox möhkəm tikilən bir evdir. Keçirik ikinci mərtəbəyə. Patolog hər tərəf apşırqa taxtadır. Apşırqadır. Bura mətbəxidir. Bəzi əşyalar qiymətə daxildir, evdə qalacaq. Mətbəx hissəsidir. Mətbəx mebeli qiymətə daxildir. Qalacaq evdə. Buradan keçdik. Bir otaq buradadır. Bura hamam hissəsidir. Evin hamamıdır. Patolog asma tavan yığılıbdır. Bura hamamıdır. Bura əlüzyon yeridir. Böyük bir evdir. Geniş bir kvadratı var. Keçirik evin zalına. Bura zal hissəsidir. Qonaq otağıdır. Böyük bir zalı var. Bu zalıdır. Zaldan balkona çıxışdır. Bura balkon hissəsidir. Gözəl bir panoraması var. Əlavə olaraq 3 dənə yataq otağı var. Bu birinci yataq otağı. Bütün otaqların patoloqu apşırqa taxtadan yığılıbdır. Bura ikinci yataq otağıdır. İkinci yataq otağı. Bura üçüncü yataq otağıdır. Əlavə olaraq mansarda çıxış var. Ora bağlıdır hal-hazırda. Yəni pilləkən yoxdur hələ ki orada. Bu hissədən mansarda çıxışdır.
Burada mansard çıxışı var. Orada demək olar pol patolog vurulubdur, barlar ağardılıbdır. Demək olar təmirlidir. Bəzi işləri qalıb, müəyyən işləri. Gördüyünüz bu ev satılır. Qiyməti 155.000 manata təklif edilir. Sənədləri tam qaydasındadır, kupçalıdır. Diqqətinizə görə sağ olun. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.